hamıdan fərqli olan mən bu gün nəsə bu anda inan yarandı məndə Qarabağa. Çünki belə xaotik durumlarda həm Qurban Qurbanov özü çox tənqid olundu, nələrəsə görə klub rəhbərliyi tənqid olundu, transfer olmadı. O atdı Qurban Qurbanovun üstünə. Qurban Qurbanov dedi ki, rəqiblər, futbolçu satanlar özlərinin qeyri-peşəkar apardılar və bütün ictimaiyyət, bütün kütlə Qurban Qurbanov da Qarabağın üstə düşəndə nəsə bir şou göstərir. İnşallah. Mən demirəm udacaqlar, yəni ki, sadəcə Qarabağ bu gün göstərməlidir ki, yəni Azərbaycan xalqı inanır. Amma bu gün Avropaya göstərməlidir ki, yəni mən Çempionlar Liqasında oynamağa layiqəm, düşdə yaxşı düş. Yox, zaten bizdə layiqli mübarizəni %100 aparacaq. Yəni bundan mən inanmıram ki, Qarabağ bu turnirdə, yəni belə deyək də, bütün komandalar Qarabağa 4-5 dənə qol vuracaq. Yox, mən də inanmıram, Yəni